bilgisi. Aha, bunu da etdikdən sonra başlayırıq əziz dostlar. Deməli, bir daha salam əziz dostlar. Mən sizlərlə Nicat Vəliyevəm. Bəli, mənim reklamımı gördünüz, gəldiniz, xoş gəldiniz və reklamda verdiyim bütün vədlər tamamilə doğrudur, gerçəkdir əziz dostlar. Yəni heç narahat olmayın. Bütün yay inşallah dərslərimizdə davam edəcəyik. Həftədə 2 dəfə dərslərimiz olacaqdır. Və bu dərslər müddətində əlimdən gəldiyi qədər, bu dərslər ilk öncə şagirdlərə fokuslanıbdır, onu deyim. Əgər aramızda hər hansı bir müəllimlər varsa, bəzi essey məsələlərində, bəzi müəllimlərimiz bəzən esseylərdə də, müəllimlər də hətta çətinlik çəkə bilirlər, ona görə qoşulmağı tərcih edirlər. Yəni, xahiş edirəm, bu dərslərimiz şagirdlərimiz üçündür, müəllimlərimiz aramızdan ayrılsa çox məmnun olardım. Bu bir. İkincisi, əziz dostlar, biz sizlərə, mən ilk öncə gəlin özümü təqdim edeyim. Bu kimdir bu müəllim belə ekranda oturubdu, söhbət eləyir. Gəlin birinci ondan başlayaq. Deməli, mən Nicat Vəliyev. Artıq, belə deyim də, neçənci ildən bəri? 2015-ci il, 11 il, bəli, 11 ildir ki, mən sizlərlə, deməli, zəncə qoşulmaq mümkün olmadı. Bəzi tələbələrimizdə, yəni mən belə olur, okay, it's not my problem. Əziz dostlar, bunu mən artıq həll edə bilmərəm, texniki məsələləri özünüz həll etməyə çalışın. Deməli, əziz dostlar, məsələ nədən ibarətdir? Məsələ ondan ibarət ki, 11 ildə artıq mən ingilis dili tədris edirəm. İlk olaraq ingilis dili tədrisi yadıma gəlir, Lelnum, o qədər uzaq yox. İlk olaraq yadıma gəlir, 2015-ci ildə iyun ayında başlamışam. Ramal Həsənov əlini qaldırdı. Ramal, bir dəqiqə hal-hazırda suallarını zəhmət olmasa dərsdən, yəni əl qalxılı olsun, problem yoxdur. Dərsdən sonra səni yəni mikrofonları açanda səni dindirəcəm. Görək nə sual vermək istəyirsən. Yox, əgər səhvən basmısansa həmin düyməni, təzədən həmin düyməni yenidən basaraq əlini aşağı sala bilərsən. Deməli, 11 ildir artıq ingilis dilini tədris edirəm və əziz dostlar, bu müddət ərzində ilk olaraq Azəri kurslarında Gəncədə başlamışam tədris etməyimi. Hardasa 4 il həmin kursda tədris etmişəm. Daha sonra isə Kaspi kurslarında, Kaspinin baş müəllimlərindən biri olmuşam Gəncə filialının. Daha sonra Azəri kursları yerinə dəvət edib Xırdalan filialında onların işləmişəm. Daha sonra Bakıda Master School kurslarından daha sonra dəvət almışam və orada tədrisimi davam etdirmişəm. Limit var olaraq da boşula bilmirik axı, limit var. Bircə saniyə görüm limit niyə var burada. Neçə tələbə? 100 tələbə limiti var, elə deyilmi? Okey, 100 tələbə limiti var. Görünür, əziz dostlar, bizim bu proqramımızda 100 tələbə limiti varmış. Bircə saniyə tələbələrimizi satın. Dərsi video yazı hal-hazırda yazılır. Bəli, 100 tələbə limitini mən indi fərqinə vardım. Dərsdən sonra video yazını izləyə bilərsiniz. Gələn dərsdə limiti ləğv edəcəm. Davam edirik əziz dostlar. Deməli, bu müddət ərzində daha sonra Kaspi kurslarında yenə deyim işlədim və müəyyən bir müddət sonra insan tədrisdə başa düşürsən ki, əziz dostlar, sən öz yolunu izləmək istəyirsən, amma əfsuslar olsun ki, kurs məntiqləri elə bir şeydir ki, yəqin ki, aranızdan kurslarda gedən çox dostlarımız olubdur. Kurs məntiqi elə bir şeydir ki, kurslarda işlədiyin müddətdə əfsuslar olsun ki, anlayırsan ki, yox, kurslar sənin üçün deyil. Yəni, nəyə görə? Çünki sən özün bir vizyonun var, bir şey etmək istəyirsən, yenilik etmək istəyirsən, amma kurslarda görürsən ki, yox, onlar nə üzrə əsasən formalaşıb, məsəl üçün pul qazanmaq üzrə əsas formalaşıb, elə deyilmi? Ona görə də əfsuslar olsun ki, sən nə edə bilmirsən, sən burax, bu kursda istədiyini eləyə bilmirsən. Məsəl üçün, indiki pulsuz onlayn dərslərimiz deyək. Mən bunu kurslarda da təqdim etmişdim. Demişdim ki, məsəl üçün, deməli, gəlin onlayn dərslər edək, gəlin onlayn dərslər olsun, pulsuz dərslər olsun, yay boyda zaten gündə bir dənə, həftədə 1-2 dərs hansı müəllimə pis təsir edəcəkdir ki? Yəni, bu onlayn dərsləri yay boyunca edək və avtomatik olaraq tələbələrimiz bizi tanıya bilər. Bu arada mən sizə nağıl danışmayacağım ki, mən
Yəni tamamilə xeyriyyəçilik məqsədi ilə bunu edirəm. Mən bütün yay davam edəcəkdir, bütün sizlərlə məşğul olacağam, amma əlbəttə ki, burada birinci məqsədimiz nədir? Birinci məqsədimiz ondan ibarətdir ki, əziz dostlar. Yəni siz də məni tanıyasınız bütün yay boyunca. Əlbəttə ki, bu yay boyunca tanıdığınız müəllimlə mehribanlaşasınız. Bəlkə istəsəniz zaten bizim digər qruplarımız da olacaq, onlara da qoşula biləcəksiniz. Amma yenə deyirəm, bu dərslərimiz söz verdiyim kimi yay boyu belə davam edəcəkdir. Uşaqlar, buna görə də mən onlayn dərsi, onlayn tədrisi özümə belə deyim sizə əsas dərs metodu olaraq seçdim. Çünki nəyə görə? İndi sizə izahını başlayacağam. Nəyə görə İnzat müəllim yalnız onlayn dərs təşkil edir? Baxın, gəlin baxaq. Əziz dostlar, hal-hazırda bu dəqiqə siz neçə nəfərsiniz? Bu dəqiqə 100 nəfər qoşulubdur. Hətta limitə görə 100 nəfərdir bu. Bir çox tələbələrimiz, şanslısınız, çıxmayın. Çıxsanız dərhal digər tələbələr girəcəkdir yerinizə. Əfsuslar olsun ki, qoşula bilməyəcəksiniz. Çünki bir dəqiqə hal-hazırda limit 100 nəfərlik limit var. Mən heç bu qədər gözləmirdim. Yəni açığı tələbələrimizin marağı çoxdur. Bu limiti gələn səfər həll edəcəyəm. Gələn səfər bu limiti aşacağıq və digər tələbələrimiz də baxa biləcəkdir dərslərimizə. Deməli, bircə saniyə mən qrupa ümumi səs atım. Bir də saniyə, əziz dostlar. Əziz tələbələr, hal-hazırda qrupda 100 nəfərlik limit var və hal-hazırda qrupda 100 nəfər olduğu üçün digər tələbələrimiz qoşula bilmir, amma narahat olmayın, dərsin video yazısı yazılır və dərs video yazısı yazıldıqdan sonra qrupa linki atılacaqdır. Gələn səfər isə bu limit ləğv ediləcəkdir. Bu limitin olduğunu mən özüm də bilmirdim, indi fərqinə vardıq. Okey, atdıq səsi də. İndi ilk dərsdə əlbəttə ki, tələbələrimizin və mənim də bu 100 nəfərlik qrup idarə etmək barəsində o qədər də güclü təcrübəm olmadığı üçün digər belə deyim də qrupumuzun sayı çox olduğu üçün bəzi belə məqamlar olacaqdır. Nəysə, davam edirik əziz dostlar. İndi bir dəqiqə niyə onlayn dərslər tədris edir İnzat müəllim? Ona görə ki, əziz dostlar, onlayn dərslərimizdə offlayn dərslərdə edə bilmədiyimiz bir çox şeyləri edə bilirik. Gəlin ilk olunca nəyə baxaq? Mənim əziz dostlar, Streamlearn adlı, ilk öncə Streamlearn-ı sizə təqdim edeyim. Mənim hal-hazırda Streamlearn adlı sırf özümün geliştirdiyim, baxın, müəllif və layihə rəhbəri Nicat Vəliyev. Yəqin ki, buradan görürsünüz, bəli, müəllif və layihə rəhbəri Nicat Vəliyevdir. Mənim özümün inkişaf etdirdiyim bir platformam vardır və bu platforma sayəsində biz çox rahat bir şəkildə tələbələrimizlə, baxın, bir dəqiqə hal-hazırda 222 dənə dərs var artıq içərisində. Görürsünüz, müxtəlif kateqoriyalardan olan tələbələrimiz də var. Məsələn, ümumi ingilis dili. Burada tələbələrimizə mən, əziz dostlar, videolarımızı göndərə bilirəm. Videolarımızı göndərmək, daha sonra həmin videoların, əziz dostlar, tələbələrimizlə materiallarını paylaşa bilirəm. Məsələn, gəlin deyək, bir dərs keçmişəm burada. Məsəl üçün, deyək ki, bu dərs görürsünüz. Burada gördüyünüz kimi bizim videolarımızın materialları da mövcuddur. Materiallarını da tələbələrimizlə paylaşmışıq. Tələbələrimizlə materiallarını paylaşa bilirəm, əziz dostlar. Daha sonra hətta biz quizlər yarada bilir, o quizləri işləyə bilirik. Bu arada sizlərlə də quizlər işləyəcəyik. Onu deyib, çox maraqlı olacaqdır. İndi yox, amma gələcəkdə bu olacaqdır. Bu təkcə platformamızın xüsusiyyəti deyildir. Streamlearn platformamızda gördüyünüz kimi hər bir tələbəmizin özünün açarı vardır və bu açar vasitəsilə tələbələr platformaya daxil olurlar və burada əzbərlə bölməmiz də vardır, əziz dostlar. Əzbərlə bölməmizdə tələbələrimiz, belə deyim, bir dəqiqə hal-hazırda leaderboardu görə bilərsiniz. Tələbələrimiz sözlər əzbərləyirlər, həftəlik neçə söz əzbərləyiblər, aylıq neçə söz əzbərləyiblər, bütün zamanlarda neçə sözlər əzbərləyiblər. Bu xüsusi alqoritm vasitəsilə tələbələrdən soruşulur. Bir sözü 10 dəfə fərqli cür cavab verməklə tələbələrimiz həmin sözü əzbərləmiş olur. Bu isə tələbə görünüşüdür, əziz dostlar. Məsəl üçün, deyək ki, bu dərs, tələbə baxın, gəlir, girir dərsi gördüyünüz kimi, açır dərsimizi, dərs materialları aşağıdadır, dərs materiallarını görür və bu proqramın mobil tətbiqi də mövcuddur. Bu proqramın hesabları yalnız öz tələbələrimə verilir, əziz dostlar. Amma belə deyim, bəzi aranızda olan tələbələrə də
Bu hesablardan bəziləri hədiyyə ediləcəkdir. Yenə mesajda da söz verdiyim kimi. Gördüyünüz kimi bu proqram artıq digər müəllimlər tərəfindən də istifadə edilməyə başlayıbdır, amma layihə rəhbəri özüməm Nicat Vəliyevdir. Yəni bu bizim onlayn tədrisimizdə əlimizdən tutacaq çox möhtəşəm bir tool ingilis dilində təchizat olacaqdır. Daha sonra əziz dostlar, daha sonra Nicat müəllimin özünün digər proqramları da vardır. Bircə saniyə təqdim edeyim. Lövhə gördüyünüz bu Smart Lövhə proqramı. Bəli, biz Smart Lövhə proqramı vasitəsilə işləyəcəyik. Sizə izah edəcəyim şeylər bu Smart Lövhə vasitəsilə izah ediləcəkdir. Baxın, məsəl üçün sizdən öncə, baxın, sizdən öncəki məsəl üçün axşamki qrupumda bəlkə də aranızdan bir çoxunuzun bildiyi Complex Object mövzusunu izah etmişəm gördüyünüz kimi və bu mövzunun izahı gördüyünüz kimi Azərbaycanda, yəni normal lövhədə götürüb izah etsək heç bu qədər gözəl görəcək və anlaşılır olmayacaqdır. Bu da yenə tərəfimdən inkişaf etdirdiyim Nijiboard. Bəli, proqramın adı belədir. Nijiboard görə bilərsiniz, baxın. Bircə saniyə, yəni Nizat Board, Nijiboard qoymuşam proqramın adını. Bu proqram vasitəsilədir və bir də esse məsələsinə gəlirik əziz dostlar. Bəli, esse barəsində sizə söz vermişdim. Demişdim ki, esse ilə işləyəcəyik. Bəli, bugün ilk essemiz olacaqdır. Bu esse də əziz dostlar Professor Snape proqramı vasitəsilə yoxlanılacaqdır. Yəni bu proqramda özümün inkişaf etdirdiyim proqramdır. Yenə layihə rəhbəri özümün və Azərbaycanda bu proqramda heç kimdə yoxdur. Bu gördüyünüz 3 proqram əziz dostlar Streamlearn Azərbaycanda bir neçə dənə müəllimdə yalnız mövcuddur. Bunu da belə deyim, özüm ingilis dili müəllimi olmayan digər müəllimlərə yönləndirmişəm. Belə deyim, dost tanış müəllimlər var, xüsusi şeylə istifadə edirlər onu. Daha sonra bu lövhə proqramı heç asan proqramdır. Onu hər yerdən əldə edə bilərsiniz. Amma Professor Snape proqramı isə şəxsən tərəfindən inkişaf etdirilmişdir və qəti şəkildə heç kimdə bir dəqiqə Azərbaycanda mövcud deyildir. Çünki arxa fonda çox güclü süni intellekt modelləri istifadə edərək bizim belə deyim, esselerimizə qiymətlər verəcəkdir əziz dostlar. Ümidvaram ilkin təqdimat xoşunuza gəldi. İndi mikrofonları açıram əziz dostlar. Xahiş edirəm danışmaq istəyənlər, yəni söz demək istəyənlər əl qaldırsın, ondan sonra dərhal mikrofonu açmasın. Mən söz verəcəyəm. Əgər kimsə görsəm ki, dərhal mikrofonu açaraq danışır və dərsin nizamını pozur, əfsus olsun şəxsin şəxsi qrupdan kənarlaşdırmaq məcburiyyətində qalacağam. İndi mikrofon açımına icazə verirəm. Bircə saniyə. Turn on the microphones. Okay. Mikrofon açımına icazə verdim və Məryəm, əlini qaldırdım. Buyur qızım, nə demək istəyirsən? Müəllim, mən bu proqramlar haqqında sual verəcəkdim. Biz də bunu yükləyək telefona, yoxsa sizdə atacağıq, siz orada Yox, siz bu proqramlara belə deyim ki, çıxışınız yoxdur gözəl qızım. Bu proqramlar yalnız məndədir. Bir dənə Streamlearn-ı gələcəkdə kimə hesab verəcəyəm, onlar telefona yükləyə biləcəklər, okey. Elnarə Tomuyeva, buyurun sualınızı verin. Salam. Salam, Ayşəndir. Buyurun. Siz ev tapşırığı verəcəksiniz. Ev tapşırıqları olacaqmı? Bəli, olacaqdır ev tapşırıqlarında. Amma belə deyim, bu qrup adətən Bəli. bizim zaten mövcud olan xahiş edirəm danışmadan əl qaldırın. Mikrofonu açmayın dərhal. Bu qrupda belə deyim sizə, ev tapşırıqları bizdə bu necədir? Bu qrupun məqsədi nədir? Bu qrupun məqsədi zaten məktəbdən olan xüsusi baza ingilis dilinin üzərinə qoymaqdır. Yəni sıfırdan burada kimsə ingilis dilini burada öyrənəcəyini düşünürsə, xeyr, burada sıfırdan ingilis dili öyrənilməyəcəkdir əziz dostlar. Burada yəni məktəb bazasının üzərinə qoymaq, esseylər üzərində kömək etmək, readinglər üzərində kömək etmək və tələbələrimizin belə deyim də ümumi ingilis dilini gücləndirməkdir. Amma mən sıfırdan öyrənmək istəyirəm. Sıfırdan öyrənmək istəyənlər üçün iyun ayından xüsusi qruplarımız açılacaqdır əziz dostlar. Onlara müraciət edə bilərlər. Deməli, Bir dəfə qoyacağam, ancaq bazar günü yəni o barədə siz dərsi video yazısını izləyə bilərsiniz. Belə heç bir kömək edə bilmərəm. Okey. Elnarənin əlini saldıq. Burada Tamilə Kazımova, buyursun. Müəllimi ilk öncə özümü təqdim edim. Mənim adım Gülərdir. Okay. Məni maraqlandıran bir mövzu var. Dərsdən kənarda, amma o siz dediniz 3 dənə dərs proqramı.
Hə, Bu proqramları nəzərdə proqramlar tutursunuz. bu proqramları qurmaq üçün müəyyən bir kod lazımdır. Onları siz özünüzdən tərtib etmisiniz, yoxsa Meslek sırrı söyleyemem. tamam. Oldu. Sonra mən mənəm. Mən mənəm. Kimdir bu elə mən? Danışdı zəhmət olmasın. Bunların sinif araları var, yoxsa hər 5-dən 11-ə bütün siniflər qoşula bilər? 5-ci sinifdən 11-ci sinifə kimi bütün siniflər belə deyim, bu qrup burada faydalana bilər. Çünki burada həm oxu olacaqdı, həm esse olacaq. Zaten 9-cu sinif və 11-ci sinifdə hər kəs essedən yazmaq məcburiyyətindədir. Ona görə də hər kəs qoşula bilər, bir problemi yoxdur. Mənəm getdi. Deməli, Dilək. Buyursun. Dilək sualını versin. Müəllim, nə hazırlıqları keçirsiniz? Mən Evə. İngilisli. Nə barədə deyəcək qızım? Bu sualı başa düşmədim. Tamam. Nə hazırlıqları keçirsiniz deyəndə nə nəzərdə tutursan? Yəni nə Müəllim, nə dərslər keçirsiniz? İngilis dili. Yəni nə dərsinə gəlmisən gözəl qızım? Nə dərs keçirəm? İngilis dili keçirəm. Yəni təkmilləşdirməm də var, 9-cu siniflərim də var, 11-ci siniflərim də var, magistraturam da var qızım. Danışıq qruplarım da var. Hər şey var. Okey, oldu Dilək qızım. Başqa sualın var qızım? Xeyr. Oldu. Sonra Çınar, Loki. Thor'un qardaşı Loki. Aha, Çınar. Salam, mənim bir sualım var idi. Buyur, Çınar. Dərslər yayacan gedəcək. Bəli, düz başlamışdım Bütün sizə. yay boyu, bəli. Bir də bizdə orada SSR examendəki kimi olacaq, yoxsa necə? Bir də bizdə listening olacaq, yoxsa yox? Yox, listeninglərdəki nəzərdə tutulmur. Esselər, bəli, imtahandakı kimi olacaqdı. Yəni imtahan kriteriyalarına uyğun olacaqdı və yoxlamalarda imtahan kriteriyalarına uyğun yoxlanılacaqdı. Çünki Professor Snape proqramımızın xüsusi arxa fonunda, xüsusi gördüyünüz kimi 9-11-ci sinif esse kriteriyaları verilmişdir və Professor Snape də esseləri yoxlayarkən indi birazdan demosunu da göstərəcəyəm. Sırf imtahan kriteriyalarını nəzərə alaraq yoxlayır və tamamilə o kriteriyalara uyğun bal verir. Yəni elə qəşəngdir, pisdir demir. Görəcəksən ki, hər birini ballar üzərində verir gözəl qızım. Nəysə, Çox sağ ol. buyur gözəl qızım. Deməli, Süleyman Babayev. Salam müəllim. Salam. Esse ilə yanaşı reading və listeninglər də olacaq. Reading olacaq, listening xeyr. Çünki reading elə 3-cü günə salmışıq. Readinglərdə hekayələr də oxuyacağıq. Ondan sonra biraz buradan da eləyəcəyik, readinglər də eləyəcəyik. Yəni oxumaqda tərcümə etmək çox vacibdir və mən orada düzgün tələffüzlər barəsində də bir çox belə deyim, sizə yönlər verəcəyəm. Ayıbdır söyləməsi, Britaniya ingilis dilisində kifayət qədər yaxşı danışıram və ona görə də and that's why I think that I can provide you with the necessary information in order to sharpen your pronunciations. Ona görə də düşünürəm ki, sizə kifayət qədər informasiya verə bilərəm ki, sizin həm dinləyərkən nəyi necə algılayacağınızı, həm də danışarkən necə daha gözəl danışacağınızı göstərə bilim. Belə deyim, özüm Nərgiz Nəcəfin kitabını var, 100 sınaq testi, bəlkə görmüsünüz kimsə o kitabı, həmin kitabın səsləndirilməsində də mən iştirak etmişəm, orada görə bilərsiniz, aşağıda yazılıbdır. Bir də özümün də bir dənə kitabım var, Master School vasitəsilə çıxarmışdıq, mətn və dinləmə toplusu, Passportlu Yeni, bəlkə görəniniz olar arasında, Yeni Günəşlər arasında əsasən yayılmışdır. Tamam, getdik, sonra Famil T. Famil. Müəllim, dərs müddəti nə qədərdir? Dərs müddəti mən istəyən qədər. Yəqin ki 1 saat yarım, 1 saat, hətta kefim istəsə 2 saat. Yəni belə deyim, bu açıq dərslər olduğumuz üçün, tələbə sayda çox olduğu üçün biraz uzana bilər, amma normal dərslərimiz bəs nə qədərdir? Normal dərslərimiz 1 saat müddətində olur. Və dərslər hər gün olacaq. Yox, qadanmamısan, nağaydın. Dərslər həftədə 2 dəfə qızı kəs. Açıqlamada var, açıqlamada var.
Yaxşı. Sonra Xatirə Həsənli. Müəllim, biz esseləri sizə nə vasitəsilə yazıb göndərəcəyik? WhatsApp vasitə. Siz esseni yazacaqsınız normal bir dəftər, vərəqə, belə deyim. Onun şəklini çəkəcəksiniz, WhatsApp-da mənə atacaqsınız. Vsyo. Mən o həmin şəkli götürəcəyəm, proqrama atacağam. Proqram əl yazısında oxuya bilir, amma xahiş eləyirəm də, yəni əl yazınız ən azından oxuna bilən səviyyədə olsun. Proqram əl yazısında oxuya bilir, əl yazınızdan oxuyacaq da esselərinizi. Müəllim, bəs tekst kimi yazıb göndərsək problem olmaz. Otantikliyə aykırı. Yəni nəyə görə? Çünki sən axı Dövlət İmtahan Mərkəzində 50 yazacaqsan. Tekst kimi yazanda məsəl üçün orada düzəldə bilər, səhv düzəldə bilər, məsəl üçün o da autocorrect səhv düzəldə bilər və yaxud da bəzi super smart tələbələrimiz götürüb onu qeyri-təbii intellekt vasitəsilə yaza bilərlər. Yəni ona görə də əfsuslar olsun ki, xeyr, əl yazısı yalnız qəbul olunacaq. Yaxşı, müəllim, sağ ol. Oldu, xoşdur qızım. Sonra Tamil Həsənova yenidən əlini qaldırıbdı deyəsən. Müəllim, bəli. Kazımova. Bir Buyur, sualım daha var. buyur qızım. Biz evki mayın 17-sində bugün biz bugündən başlayırıq dərslərə, yoxsa iyun ayından yəni tam başlayacaq? Yəni bu Yox, elə bir bugündən sınaq başlayır. dərsi kimi bir şeydir. İndi bu birinci dərsdə bir dənə etməyə çalışacağıq, amma bugündən başlayırıq gözəl qızım. Yəni yox, iyunda falan başlamır belə. Bugündən başlayırıq. Bir də 3-cü gün dərsimiz sağ ol. olacaqdı. Buyur gözəl qızım. Çox sağ ol. Sonra Nəsir Hüseynli. Sağ ol, müəllim. Əleyk. Müəllim, 6-cı siniflərə uyğun dərslər olacaq. Oxu dərsləri 6-cı siniflərə uyğundur. Bir də 6-cı sinifin 9-cu sinifdə esse imtahanı verəcəyinə nəzərə alsaq, bəli, elə 6-cı sinif dərsinə uyğundur. Yəni sırf yenə deyirəm, sıfırdan ingilis dili burada sizə göstərilməyəcək uşaqlar. Yox, istəsəniz sıfırdan ingilis dili təkmilləşdirmə qrupumuz iyun ayında açılır. İstəsəniz ona görə müraciət edə bilərsiniz. Bəli, sırf təkmilləşdirmə 6, 7 və 8-ci sinifləri, 5, 6, 7, 8-ləri nəzərə alan, sırf ingilis dilinin təməllərini öyrədən həmin qrupa istəsəniz mənə özeldən yazarsınız, o barədə məlumat verərəm. Amma bu dərsdə, bəli, məsəl üçün siz şey eləyə bilərsiniz. Belə deyim, siz faydalana bilərsiniz, yəni bu dərsdən də problem yoxdur. Həm readingindən, həm də essesindən 6-cı sinif üçün də vacibdir. Çox sağ olun, müəllim. Buyurun. Elnarə Tomuyeva. Dərsi nəcəb haqqında məlumat verin. Dərsi nəcəb 5-6 kitabını mən bitirmişəm. Qaydalarda bilirəm. İnternetiniz çox zəifdir, Elnarə. Biraz zəhmət olmasa, biraz da yüksək səslə danışın. İnternet də zəifdir. Nərgiz necə haqqında məlumat istədiniz? 5-6-cı siniflərin işlədiyinizi dediniz. Mən orada qaydaları da bilirəm. Sözləri 6-cı sinif sözlərini öyrənirəm və 6-cı dilini işləyirəm. Amma danışmağında problem var. Elnarə, sənə bir dənə söz deyim, Elnarə. Gözəl qızım, belə bir məsələ var bir dəqiqə hal-hazırda. Siz elə düşünürsünüz, bəzi tələbələrimiz də ətrafınızda məsəl üçün ingilis dilində o qədər də bilməyən insanlar ola bilər və düşünürsünüz ki, məsəl üçün 6-cı sinif səviyyəsində hamıda belədir. Sizi ruhdan salmaq üçün demirəm, amma gözəl vaxtı başlamısınız, 6-cı sinif mükəmməl vaxtdır. Amma bir dəqiqə mənim elə tələbələrim var ki, uşaqlar, ya nəinki mənim, bir çox Azərbaycanda elə tələbələr var. Hal-hazırda yəni artıq 4-cü sinifdə, 5-ci sinifdə ingilis dilini rahat bir şəkildə danışır. Danışa bilməməyin əsas səbəbi nədir? Danışa bilməməyin əsas səbəbi ondan ibarətdir ki, qayda dilli ingilis dili öyrənirsiniz. Məsəl üçün bizim speaking qruplarımız var. Speaking qruplarda məsəl üçün qaydanı belə deyim, həftədə 6 dəfə dərsdir orada. 3 dənə video göndərirəm, 3 dəfədə dərsə qoşuluruq. Elə bir qrammatikanı, o hansı ki qayda lazımdır bizə danışanda. Onu mən video dərs olaraq göndərirəm, amma dərslərimizdə qoşuluruq, sırf danışığımızı, yəni sadə suallarla belə olsa danışığımızı inkişaf etdirməyə çalışırıq. Qızım, belə deyim, ingilis dili velosiped sürmək kimi bir şeydir. Velosiped sürmək istəyirsənsə, məsəl üçün təkəri belə çevirəcəksən, bunu bilmək sənin velosiped sürməyinə kömək etməyəcəkdir. Sən mütləq velosipedin üzərinə minib sən onu sürməlisən. Yəni ingilis dilində də danışığı öyrənmək istəyirsənsə, bu ay müəllim, mən elə şey deyirəm, bu sənə kömək etməyəcəkdir. Qayda öyrənəm. Mütləq şəkildə sən onu hərəkətə gətirməlisən. Okey, qızım? Tamam. Belə. Çingiz Abdullayev. Bu bizim yazar Çingiz Abdullayevdir ki.
Salam. Salam, salam. Buyur Mən Çingiz. bizim yazacağımız esselər 100 sözlü esse olacaq, yeni model yoxsa şəkil. Belə deyim, mən sizə iki esse cüründə yazdırmağa çalışacağam. Çünki belə deyim, o 11-ci sinifdə 100 sözlü esselərdir, 9-cu sinifdə isə şəkilli esselərdir və şagirdlərin, yəni 9-cu sinif şagirdlərinin həm 9-da, həm 11-də imtahan verəcəyini nəzərə alaraq ikisinə də hazırlana bilərlər. Bəs 11-ci siniflər necə? 11-ci siniflər zaten söz yazmalıdır da, belə deyim sizə. Yəni esse yazmalıdır. Yəni bu götürdü lap şəkildən yazdı, ya şeydən yazdı, fərqi yoxdur. Yəni hər iki sinifin 9-ların 11-in essesini, 11-lərin 9-un essesini yazmasını çox istəyirəm. Çünki bu hər ikisinin də inkişafına gətirib çıxardacaqdır. Okay? Tamam. Nailə Quliyeva. Tamam müəllim, mən bu gün öz telefonumdan qoşulmamışam, anamın telefonundan qoşulmuşam. Adım Dilarədir. Dilarə, Bir buyurun. gün soruşmaq istəyirdim. Bizə indi mən 9-da SM-ə 4.5 bal vermişlər. Oo, nə Yəni eləmişsiniz? Azərbaycan yox, futbol komandasının 5 qapıçısı baldan kimi. 4. Aha. 5 baldan 4.5 yığmışam. Ha, 5'lik bal sistemi. Ha, 9'u deyirsən, bilmirəm 11'i deyirsən. Hı. Tamam, tamam, tamam. 9 deyim. Orada 10 ballıq Eee, sistem təzəsə tətbiq olunmuşdur. Qəşəng, əla. Evet, Kart atmısan ki? Esse, Hı -hı. sağ olun. Bu esse proqramı indi bizə səhvlərimizi göstərəcək. Tamamən, bəli, indi bir dəqiqə demosunu da göstərəcəyim. Sırf harada səhvlərim var, hansılarda. Sən o yazdığın esse var qızım, onun şəklini mənə ata bilərsən? Bir dəqiqə bu proqram vasitəsilə də yoxlaya bilərik. Hal-hazırda bilmirəm hardadır, hal-hazırda. Bilirsə də hardadır. Hə, olsaydı məsəl üçün yoxlaya bilərik, hətta daha maraqlı olardı. Məsəl üçün bizim demək olar ki, mənim tələbələrimin Dövlət İmtahan Mərkəzinə bal veribdi, proqram da eyni balı verdi. Yəni tamamilə eyni balı verir. Yəni İndi 0,5 bal falan belə o üzə getmələr olur. Çünki esse biraz subyektiv məsələdir də, bilirsiniz. Amma bacardığımız qədər, yəni demək olar ki, 90% nə alacağını bilirsən essedən bu proqram vasitəsilə. Oldu güzel. Oldu güzel kızım. Sonra son iki sualımız qaldı. Bunları da verək. Deməli, İsmailzadə tıbbi yazı. Salam müəllim, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Müəllim, mən bir şeylə, yəni ağlımda bir fikir var, sual vermək istəyirdim. Mən indi 10-cu sinifəm, gələn 11-ci sinif olacağam. Bizə də 100 sözlü SS, yəni tələb olunur imtahanda. Bəli, bilirəm, kriteriyalar var. Biz indi inşallah başlayanda o üzrə işləməyə başlayacağıq. Siz bizə struktur falan, yəni elə bir şeylər olur. Hamısı haqqında danışacağıq. Esseləri birinci izah edəcəm, necə eləmək lazımdır, nə qarmaq lazımdır. Ondan sonra strukturlarda səhvləriniz nələrdir. Amma belə deyim də, sən 10-cu sinifdə artıq İgid, sən şeyi bilməlisən, belə deyim. Nə deyirlər onun adını? Sən artıq cümlə qurma vərdişləri olsun, zamanlar olsun. Yəni bunları mən sənə təzədən zaman izah etməyəcəyim. Zamanları sən artıq buradan bilib gəlməlisən. Oralarda heç bir problem yoxdur. Sadəcə struktur falan deyirdim, ona görə sual verdim. Narahat olma, onlar haqqında danışacağım. Mesela esse tipləri verəcəm. Okay, Hüseyin Qurbanov is here. If I'm not mistaken, he is my damn student. Hüseyin? Sorry, but I'm your teacher. Maybe you're mistaken. Just get the hell out of here, man. I see you everywhere. Okay, Hüseyin, you want to ask something? Okay, I'm here. Bir sualım var. Biz esse dialoğu çəkib də ala bilərikmi, yoxsa özümüz yaratmalıyıq onları? Ari Dialoq. deməməsin, çay kofe də sən gətirmə yanında. Hüseyin. Hər birən də adial gətirərsən. Hə, hədiyyə gətirəcəm. Nə niyə deyəcəm? Gətirəcəkdir sənə hədiyyələr. Deməli, yox, qəti şəkildə. Just we are not using artificial intelligence at all. Okay, when we are using Gemini-dən çəkib biz, okay. Artificial intelligence, I said, you stupid. You my dear Okay, friend. okay. Just lower your hand and get the hell out of here. Okay, Roberto and Beckham. Vay, David Beckham. Bəli, vaxtı var idi. Buyursun, sualını versin. Salam müəllim. Salam abicim. Deməli müəllim, mənim sualım budur ki, mən 7-ci sinifdə oxuyuram. Sizcə 7-ci sinif qrup olacaq, yəni yoxsa bütün siniflər olacaq? Açıq dərslərimiz, yəni bu pulsuz dərslərimiz, əlbəttə ki, hər sinifə qrup eləsəm, onda Nicat müəllim gərək pul qazanmaya. Yəni onda o deməkdir ki, yəni mən bütün gün gərək pulsuz dərs deyəm.
Ona görə də açıq dərslərimiz həftədə 2 dəfə hamı birlikdə olacaqdır. Amma sırf belə qruplu dərslər istəyirsənsə, iyun ayından sırf 7-ci sinifdə bir qrupda 12 tələbə sayı olmaq şərti ilə qruplarımız olacaqdır. Ora müraciət edə bilərsən. Mən bir də siz fərdi dərs keçirsiniz. Hal-hazırda yayda bəzən bir dənə qrupa yaz, sən məlumat verəcəm. Qrupa deyirəm, estağfurullah, mənim özümə. Günay Yusubova, siz yenidən sual vermək istəyirsiniz, siz deyəsən. Buyurun. Günay? Mənim səsim gəlir. Bəli. You are connected. Mənim bacım indi 9-cu sinifdə oxuyur. İmtahan Əla. verib də. Oxulanın cavablar çıxmayıb da. 26-sı veriblər. Onun S-də var. Mən atım sizə onu. Əla, əla. Cavablar çıxmayıbdı. Sonra verən qruplar. At görək, əla olar, maraqlı olar. At gəlsin. Biraz xətti, biraz pis yazıb. O xətti pis olması, at, yəni bu proqramın algılamadığı xətti zaten orada müəllim də algılamayacaqdı. Yəni bilirsən necədir? Ona görə xəttinizə diqqət etməlisiniz. At gözəl qızım, əla, maraqlı oldu. Elə ilk demonu sən bacının SS-indən eləyə bilərik, səhvlərə baxa bilərik. Okay? Sonra sonuncu sualımızı da Əmir Mustafayevdən götürək və Günayın bacısının testinə baxaq əziz dostlar. Görək orada essedə necə olubdu və sonra başlayayım mən sizə izahları verməyə. Okay. Salam müəllim. Salam. İngilis dilində filmlərə baxmaq doğrudan da ingilis dilimizi gücləndirə bilər. Xeyr. Zarafatsız deyirəm. Nəyə görə xeyr dedim? İndi bunun bir dənə izahını verim uşaqlar. İngilis dilində filmlər hardan gəlir adətən? Netflixdən. Netflix və yaxud da Hollywoodda belə deyim. Bunların problemi nədir? Bunun böyük bir problemi vardır. Çünki onlar, hətta ingilisin özü belə, ingilislərin özü belə. Xahiş edirəm ayağın əzizlə mikrofon bağlayın. Bunların özləri belə, onlara az qala subtitle-la baxarlar. Bilirsən nəyə görə ki? Çünki güya daha təbii yaransın deyə normal gün ərzində danışmaqdan belə daha belə danışır. Məsələn, deyək ki, do you want to go somewhere? Məsələn, bu normal ingilis dili. Do you want to go somewhere? Bu normal ingilis. Amma bir də o deyir, do you want to go somewhere? Nə dedin orada? Allah kəməsin. Məsələn, I wanna go home. Ay, nə deyirsən orada? I want to go home. Bunu götürün, I want to go home. Yəni, güya indi bu daha təbii, daha gündəlik, daha belə şeydir. Ona görə də, yəni, filmlər ən son baxacağın şey olacaqdır ingilisində. YouTube şeylərinə baxa bilərsən. Dili, yəni rəsmi olaraq ingilis dili olan, yəni təbii olaraq özü ingilislə bir var, hər hansı bir türk blogerdir, götürüb ingilis dilində danışmağa çalışır. Yox. Onu nəzərdə tutmuram. Mən dili təbii, həqiqətən də ana dili, ingilis dili olan YouTube blogerlərinə bax, çox gözəl danışırlar və çox aydın danışırlar. Səni çox inkişaf etdirəcəkdir. Okay? Onlara baxa bilərsən. Superdir. Çox sağ olun. Buyur qadın, xoşdur. Sonra burada bir iki dənə sual da alaq uşaqlar, bir dənə sadə yoxlayım. Aha, bir 5 dəqiqə, 2 dəqiqəyə başlayaq uşaqlar. Sual cavab elədik yarım saat. Deməli, tez-tez Leyladan sual alaq. Çərpənova. Salam müəllim. Buyur gözəl qızım. Salam müəllim, necəsiniz? Buyurun, sağ ol, yaxşıyam. Buyur Leyla. Bizim dərsimiz sentyabra qədər çəkəcək. Bəli. Yaxşı, sağ olun. Buyurun. Sonra Samaya Yaralıyeva. Salam, mənim adım Aylindir. Salam Aylin, buyurun. Sizə bir sual verəcəm. Buyurun. Siz həftədə 2 dəfə keçəndə saat 2-də olacaq, yoxsa saatı dəyişəcəksiniz? Çünki məktəb vaxtlarını düşəcək. Onda da girmək. O dərsin videosunu izləyir o zaman tələbə. Çox sağ olun. Okey, oldu. Okey. Burada əziz dostlar, Nailə yazıbdır, salam dərsi başlatsanız yaxşıdır. Yəni, mən nə vaxt edəcəyimi cənab prezidentimiz demiş, çox yaxşı bilirəm. Xahiş edirəm, xoşunuza gəlmirsə dərsdən ayrıla bilərsiniz. Hüseyin Qurbanov, okey, last question please. Müəllim, bir də bir dənə sualım var. Biz esseləri ingilis dilində yazmalıyıq, yoxsa Azərbaycan dilində? Are you really in your mind, my dear friend? No, Of course. I am in my grandma's mind.
Of course we have to write it in English. What were you Ah, thinking when you... I thought we will write it in Japanese or Chinese, I don't know. Shut up. Because you are Chinese teacher, yes? Shut up and close your microphone. Okay, let's start. Başlayırıq əziz dostlar. Deməli, indi əziz dostlar getdik. Nə edirik? Deməli, okey. Deməli əziz dostlar, nə edirik? İndi başlayırıq birinci. Günay, sən göndərə bildin qızım? Bəli, mən göndərmişəm. Hə, göndərmisən? Tamam, ya WhatsApp açın. Gəlin uşaqlar, bir dənə sizə bu Professor Snape'in demosunu verək. Görək bizə nə göndəriləcəkdir. Bizə saniyə. Budur da yəqin ki, gözü. Ay Allah. Bu nədir ilahi pərverdigar? Just a moment. Guys, bizə saniyə. İndi bir dəqiqə mikrofonları bağlayıram. Hal-hazırda suallar qəbul olunmur. Mən sualları yenə açanda sual verə bilərsiniz. Okay, just a moment. First of all, let's just essay. Okay, we have downloaded it here. Let's try to open it first. Okay, unfortunately we have to make some adjustments to here. Əfsər olsun ki, bunu bir dənə rotate eləməliyəm. Bir dənə belə. Hə, düzdür mü? Gəldi. Okay, rotation. Aha. Ay Allah. Okay. Mən bir də bunu şeydən kəsməliyəm, şəkildə kəsməliyəm ki, ora. Qızım, bunun daha biraz yuxarı şəkil, daha rahat düşən versiyası var, gözəl qızım. Ha, yox, sənə sual verdim, şeyi də bağlamışam, mikrofonu da bağlamışam, gözlə görüm, mikrofonu açım. Günay, bunun daha belə deyim, şəkili yaxşı düşən versiyası var, gözəl qızım. Bəli, mənim ata bilərəm şəkildə. Zəhmət olmasa, sırf şəklin özünü at da zəhmət olmasa bir dənə qəşək. Atım. Just a moment. Aha. Bunu belə eləyirik. Bir də bunu buradan square. Okay, try to just a moment. Wait, just a moment. Yes, we are trying to save it. Deməli, replace original. That's great. Now, what are we doing here? Just a moment. Gözləsən gəldi qızım. Dəqiqə, bunu da mən kənarda bir dənə götürüm buradan sadəcə esse qismini. Şəkil atanda uşaqlar, şəkildə yalnız esse olsun, xahiş edirəm. Bir saniyə, bunu da yapışdıraq buraya. Deməli, pasted image. Just a moment and let's rename it one. Getdik. Deməli, əziz dostlar, gəldi yəqin ki. Yenə baxın görün. Bir saniyə qızım haradaydı? Hə. Buradadır. Son. Aha, mən esseni açım. Hə, buradan da essedən də baxa bilərik. Problem yoxdur. Sizin də essenizə baxa bilərik. Bu eyni şəkildə elə. Bu şəkil o şəkil idi elə. Bir saniyə görüm. Eyni zondan idi da. Aha, bu. Bir saniyə baxıram. Bəli, budur. Eyni şəkildə. Əla. Bəli, eynidir. Əla. Bəli, sən də esseni yoxlayacaq. Problem yoxdur qızım. Şəkil yazaq bunun adına ki, sonra tapa bilək. Aha, gəlin indi yoxlamağa keçək uşaqlar esseləri. Görək necə yoxlanılacaqdır. Açırıq burada proqramımızı əziz dostlar gördüyünüz kimi. İlk olaraq şəkli bura insert etməliyik. Şəkli yapışdırmalıyıq. Bəli. Ki bu görsün ki, hansı şəkil üzrə yoxlanılıbdır əlbəttə ki. Daha sonra 1-ci neçənci sinif, 9-cu sinif olduğunu seçirik. Daha sonra əl yazısından yazılan. İlk öncə bunu yoxlayaq əziz dostlar. Daha sonra esseni, sonra digər qızımızın da essesini yoxlayacaq.
Let's execute judgment, my dear friends. Okay. Okay, Professor Snape's report. Oh my God. Right now, I think that Professor Snape is having a hard time. Düşünürüm ki, Professor Snape bir dəqiqə zülüm çəkir bu əl yazısına baxaraq. Okay. Bu arada Professor Snape adını bəlkə xatırlayanlar bir dəqiqə bu evaluate eləyənə qədər. Mənim təsbihim. Aha, buradadır. Professor Snape adını tanıyanınız oldu. Kimdir bu Professor Snape? Aha, buyursun. Əl qaldıran Dilək cavab versin. Buyur Dilək. Turn on the microphone. Thank you. Mikrofonları yandırdın Dilək. Sorry, əgər mikrofonu eləyənmədin indi. Aça biləcəksən. Harry Potter'dakı. Sağ ol. Ay sağ ol. Harry Potter'dakı. Gəldi. SM'imizdə gəldi uşaqlar mikrofonları yaxşı açıq dursun hələlik. Yəqin ki, heç kim burada müşahidə eləməyəcəkdir. Baxın, bunun əl yazısından mənim belə oxuyamadığım şey yoxdur. Gəlin birinci SN-i oxuyaq. Birinci neçə bal veribdi? 5-dən 3,5 veribdi. Gəlin görək hansına, nəyə görə neçə bal veribdi, necə bal veribdi. Deyək ki, it was a sunny day. The weather bright. Burada qrammatik səhvimiz var bir dənə uşaqlar. Görürsünüz? The weather. It was a bright day deyə bilərsiniz. It was a sunny day deyə bilərsiniz. The weather bright deyilmir. Bir. İkincisi, bright'in yazılışında səhv var. Bright'in yazılışında səhv var. Nəyə görə bright'in yazılışında səhv olduğunu düşünürüm müəllim. Ona görə ki, əziz dostlar, B-I-C-H-T yazılır. Okay, bright. And beautiful, beautiful. Nöqtə burada qoyulmalıydı. Bilməm, bəlkə də yazıda qoyulubdu. Three friends decided to camp near their house olmalıydı uşaqlar. Their house yox. Onların evinin yanında. Burada böyük ehtimalla biraz ürəyə açıq davranıbdı. 3,5 veribdi. Böyük ehtimalla 3 verəcəklər. Çünki nəyə görə? Baxın, burada şey var. Bax. Hamısını bu arada indi sizə izah edəcəyim. Deyəsən müəllim, çoxlu qrammatik səhv var. Qrammatik səhv yalnız bir balı yeyir uşaqlar. Okay? Və oradakı mənbələrə baxacaqsınız. Yəni qrammatik səhv çoxdur deyə bu essədə çox pis qiymət alınacaq deyə bir şey yoxdur. Okay? Buna görə də ehtiyatlı olun. Yəni narahat olmayın. Bəzən də çox bal gətirilə bilir. Deməli, their house played children's name is deməli, house, bence bir dakika, harda nöqtə yoxdur deyə tutamıram. They decided to come near their house. Okay, buradan sonra nöqtə. They played, onlar oynadılar nöqtə. The article olmalıydı orada. The children's names, özdə cəmdə olmalıydı. Were Alex and Jack. Alex, Jack and Jane. Okay. Nöqtə burada yenə. Jack was 11 years old boy. Alex 12 years old boy. And Jane was 10 years old girl. Was yoxdur orada. They played games and took many photos. After 1 hour, A ilə 1'ı yan yana qoyanmazsınız. Suddenly the weather begin deyilən bir şey yoxdur. Began vardır. Feilin ikinci forması istifadə etməlisiniz uşaqlar. Coldly zərfdir burada. Burada hava soyudu demək istəyirsiniz. The weather deməyəcəksiniz burada. It became cold deyəcəksiniz. Suddenly it became cold. Bu daha gözəl olardı. Children's afraid of the rain and children's afraid of the rain düzgün ifadə deyildir uşaqlar. Çünki niyə? Children's bu ara S qəbul eləməməlidir bir. İkincisi were istifadə etməli. The children were afraid of the rain and called their parents. Their, hər yerdə they istifadə olunubdur. Their deyilməlidir uşaqlar. Called their parents 5 minutes later. Children's parents came and gave Jack, Alex and Jane's gave the camp. Gave nə? Parents came and gave Jack, Alex and Jane's gave the camp items. Gave 2 dəfə istifadə edirsən. Burada silinməli idi.
Jane's camp items olacaqdır. Burada hamısında bu gələcəkdə qrammatika dərslərində də keçəndə görəcəksiniz ki, əgər hər hansı bir əşya ortaqdırsa, əziz dostlar, sona qoyulmalıdır burada apostrofes. Jane's camp items, children's thanked the parents olmalıydı uşaqlar. For their istifadə olunmur, eləcə their istifadə olunacaqdır. Thank for something ola bilər, amma thank somebody ola bilər. And continued to play games. Okay, tamam, bura kimi. Əslində burada nələr nəzərə alınır? İndi gəlin kriteriyalara baxaq, əziz dostlar. Kriteriya 1. Content, ümumi məzmun. Ümumi məzmunda, yəni qrammatik səhvləri falan açsaq əgər, görərik ki, ümumi məzmun həqiqətən də belə deyim, deyilən bütün fikirləri əhatə edirdi. Şəkildə gördüyümüz hər şeyi əhatə edirdi. Yəni gəlin şəklə yenidən baxaq. Bunlar oynayırlar, sonra bunlar üşüyürlər gördüyünüz kimi. Yəni şəkli kifayət qədər əhatə eləyir. Valideynlər gəlir, bunu verir. Gördüyünüz kimi, yəni əhatə eləyir. Yəni heç bir problem yoxdur. Ona görə də buna 2.2-dən 2 veribdir. Tamamilə əhatə eləyirdi. Baxın, burada da özü ümumi test dəyərləndirməsi verir və buradakı bütün yerlərində dəyərləndirməsini veribdir. Baxın, bura baxalım. You have scrapped together a passing grade based purely on your ability to describe what is directly in front of your eyes. Your mechanical skills, however, are atrocious. If you expect to succeed in many classroom or in any academic settings, you must learn what a sentence is and how to end one. Learn your irregular verbs, master basic pronouns, and for heaven's sake, use a period. Əziz dostlar, burada konkret, yəni ümumi dəyərləndirməsində deyir ki, gözünün qabağında olan şeyi təsvir edə bilmirsən, bir problem yoxdur. Amma ən əsas səhvlərin nədən ibarətdir? Xahiş edirəm kimsə mikrofon açıb onu bağlasın, mən buradan bağlamayayım. Mən buradan mikrofonu bağladım, getdi. Okey. Burada əziz dostlar nə deyibdir? Gördüyünüz kimi deyir ki, yəni gözünüzün önündə gördüyünüz hər şeyi təsvir edə bilirsən, amma problem nədən ibarətdir? Problem ondan ibarətdir ki, sən deyir ki, what a sentence is, cümlənin nə olduğunu bilmirsən. Bəli, cümlə qurmaqda çox ciddi problemi var bu tələbəmizin. And how to end one və birini necə bitirmək lazımdır onu bilmirsən. Learn your irregular verbs, qaydasız feillər öyrənməlisən deyir. Master basic pronouns, ümumi pronounlar. Bəli, burada da dediyim kimi they hər yerdə yazılıbdır. There olmalıydı əziz dostlar bunu. And for heaven's sake, amma there Allah aşkına da türklər demiş. Use a period, xahiş edirəm də bir nöqtə qoymağı öyrən. Bu belədir deməli. Birincidə 2-də 2 veribdir. Bu coherence əziz dostlar. Gördüyünüz kimi. Yəni ümumi anlaşılması bu, yəni əlbəttə ki 0.1 veribdir. Grammar. Grammar da əslində burada məncə 0.1 veribdir. Nəyə görə veribdir? Gəlin burada 0.5-yə belə estağfurullah. Deyəcəksiniz ki, müəllim, qrammatikada çox səhvləri var da, buna necə bal verərlər? İndi gəlin sizi bir şeylə tanış edeyim. Yəni bunu elə belə özündən vermir. Baxın, burada 9-cu sinifin imtahanına girəndə burada nə görürsünüz? Qrammatika məsələsinə bir dənə diqqət edin. Baxın. Qrammatikada verilən bala bir dənə diqqətdən baxarıq. Qrammatika. 0.5 nə verir? Constructs short, clyted or incomplete sentences. Yəni tamamlanmamış cümlələr quranda belə 0.5 verilə bilir. Relies heavily on very simple basic grammatical structure. Həddindən artıq sadə əsas qrammatik struktura əsaslanır. Yəni gördüyünüz kimi, burada məsəl üçün başqa bir ingilis dili müəllimi ola bilsin ki, burada 0.5 balı götürə bilərdi. Məsəl üçün, mən olsam burada bal verməzdim qrammatikasına. Bu veribdir, şeyə görə veribdir, Dövlət İmtahan Mərkəzinə görə veribdir. Ona görə də bir problem yoxdur. Sonra burada vocabulary'si var əziz dostlar. Vocabulary'sində də 0.5 veribdir. Vocabulary'sində daha da zənginləşdirməlisiniz. Burada bəzi səhvləriniz var idi vocabulary'də. Onları daha da zənginləşdirməliydiniz əziz dostlar. Ona görə də, yəni burada mən deyirəm 3 bal, ortalama 3 bal veriləcəkdir o şeyə hardasa. 3.5 bu veribdir, mən deyirəm 3 bal veriləcəkdir. İndi gəlin bir dənəsini də yoxlayaq və daha sonra mən özümdə biraz izahlardan, yəni esse eləyəndə. İndi bir dəqiqə sadəcə demodur əziz dostlar. Ona görə də bir də saniyə.
essay 2. Ondan sonra indi izahını da verəcək. Gəlin görək nədir bu? It was a sunny day. The friends decided to go to the park. They took a hat. Aa, nə şey yazıbdır şimdi belə. Okay, gəlin bir dənə bunu da yoxlayaq. Bir dəqiqə prompt. Şəkil bu şəkil idi. Yenə eyni ilə. Daha sonra essay 2 bu idi. Mikrofonu da hələlik açıram. Uşaqlar, xahiş edirəm lazımsız yerdən mikrofon açmayın ki, kimsə çox vacibli bir şey olanda sual verə bilsin. Əhməd, buyur, sualını ver gedim. Mən bunu evaluate eləyənə kimi. Və bağışı ələ açıq qalmışdı. Onda aşağı sağ. We are evaluating it. Bir saniyə. Sonra. Okay. Kimsə yenə birini də göndəribdi. Olardı. O səndir. Bu nədir ki? Hansı nəyə uyğun yazılıb? Şəklə. Şəklə. Tamam, okey. Baxarıq. Sonra onsuz da hamımıza ev tapşırıqları verəcək. Şeylər verəcək, ev tapşırığı deyirəm, estağfurullah. İşləyəcəyik burada. Narahat olmayın uşaqlar. Şəkillər verəcəm, onlara uyğun yazmağa çalışacaqsınız. Don't worry, be happy. Just a moment. Let it evaluate. Günay buyur, əlim yuxarıda qaldı qızım. Nəsə deyirdin? Mənim bacım deyir ki, kodlaşdırmaya köçürəndə nöqtə vericindən onları qoyubdu. Deyir, həm də bir-iki sözdə cümlədə dəyişiklik eləmişəm. İndi görək nəticə çıxanda necə olacaq. Allah kömək olsun. Amma kifayət qədər şey səhvi var da. Qrammatikanın evini yıxıb. Qrammatikanın evini yıxıbdı. Okey. Elnara Tomiyeva, buyurun. Müəllim, mən özüm haqqında əsər onu atım yoxlayırsın. Qızım, essaylər ümumi olanda yoxlayacaq. 3,5 buna da qiymət verilibdir. Görək burada. Yenə də uşaqlar, baxın. Biz yaxşı yazdığımızı düşünürük. Baxın burada the weather is very suddenly blew a strong wind olmayacaqdı. Suddenly a strong wind started olmalıydı. Sonra to go'nun arasında bəli mən də bunu gördüm. Şey qoyulmalıydı. Buna 3,5 verər, bayaqkına 3 verər. Onu deyim uşaqlar sizə. Bu daha səliqəli görsənirdi. Bircə saniyə görə. Bu 2-də 2 veribdi gördüyünüz kimi. Logical conclusion bunlarda 0,5 veribdi. Nəyə görə? Birinci lüğət ehtiyatınız uşaqlar. Mən sizə öyrədəcəm. 1-2 dənə əlavə sözlər var. Onları istifadə etməklə lüğət ehtiyatınızı çox güclü yuxarılara çatdıra biləcəksiniz. Stumbling troll while you attempted to sequence your ideas, basic words like then, suddenly, unfortunately, the connection between your thoughts remain weak. Deyince burada nə əsas götürübdür. And disjointed, you rely entirely on repetitive simple structure. Furthermore, you carelessly named the character Zeynep is one sentence and then referred as the Zeynep in the very next. Such careless inconsistency breaks the logical flow. Burada nəyi götürübdür? Deyibdir ki, məsəl üçün daha geniş bağlayıcı sözlərdən istifadə etməlisən. Qrammatikanda zaten aydındır. Qrammatika Allah sən saxladı. Deməli, lüğət ehtiyatında da uşaqlar çox sadə lüğətdən istifadə edirsiniz. Bəli. Buna görə də essayləriniz 5-də 5 almaqda çox böyük çətinlik çəkir, əziz dostlar, gördüyünüz kimi. Deməli, əziz dostlar, daha sonra gəlin belə eləyək. Tamam. Bura qədər yoxladıq. Ümumilikdə yəni necədir, nətərdir yoxladıq. İndi mən sizə biraz izahları haqqında danışmaq istəyəcəm ki, yəni essay yazanda əsas nələrə fikir verəcəksiniz, nə eləyəcəksiniz, nələrin üzərində duracaqsınız əziz dostlar. Bunların üzərində biraz izah verəcəyəm. Bu gün də biraz tanışlıq dərsi idi deyə, yəni suallarımızı falan verdik deyə, həm də bunları da qeydə aldıq deyə biraz dərsimiz ondan sonra bitəcəkdir. Demək, Elnarə yenə əlini qaldırdı. Elnarə, nəsə sözün var qızım, yoxsa? Müəllim, sizə essay atmışam, özüm haqqında yazmışam.
Mənim də olmasa onda. Onu indi yoxlayamayacağım qızım. Esselər şey eləyəndə yoxlayarıq. Çünki indi bir dəqiqə vaxtımız çatmır. Hara atdıq essən hamı bir-bir yoxlayaq. Tamam. Gülər sual vermək istəyirsən. Hello. I want to say that I'm preparing for IELTS exam, and can Dr. Snape, Professor Snape, check our IELTS essays? Yes, it can also check your IELTS essays, but unfortunately this group is not designed for checking IELTS essays. And in that regard, unfortunately, I'll not be able to help you there. Okay, that's okay. Thank you. Okay, thanks. Sonra Günay buyur sual vermək istəyirsən. Ben geçen defa elə 9 imtahanın öncə sınağa falan gedirlər. Həmin sınaqda da zaten essay yazmışdı, ancaq onu 5 milyardan vermişdik. Okay. Qızım, bizdəki proqram daha sərt yanaşır işlərə. Belə deyim, sən bu proqramda 5 meyar al, Dövlət İmtahan Mərkəzi sayı götürüb hələ qızıldan çələk satıb bağlayacaqdı başına. Yəni o qədər qəti üzərində durub, sərt üzərində durur. Və Azərbaycanda elə bilirsən Azərbaycanda Günay essay yoxlaya bilirlər. Yəni elə bilirsən Azərbaycanda essay yoxlaya bilən həqiqətən də yəni parmaq sayından adamlar var yəni. Yəni mən özüm marker olmuşam qızım, yoxlamışam və bir esseni yoxlamaqdan ötəri əgər həqiqətən də bu esseni düzgün şəkildə yoxlamaq istəyirsənsə, nələr lazımdır? Çox çətindir bir insan bir esseni yoxlaması və hər bir kriteriya üzrə ona bal verməsi falan. Amma belə deyim, ümumi məsələlərdə, yəni biz bunu süni intellektə verdikdə o çox detallı şəkildə analiz eləyə bilir. Yəni sən bundan 5-də 5 al, sən bundan 5-də 5 al. Dövlət İmtahan Mərkəzi gəlib səndən öyrənəcək. Deməli, sonra Çınar sualını ver qızım. Mən soruşmaq istəyirdim ki, sən aşıbqanı elədin, orada bütün sən aşıbqalarını götürür, yoxsa hansı sözləri aşıbqa ilə eləmişsən bir bal verir? Kriteriyalar üzrə ballar kriteriyalar üzərində götürülür. Kriteriyalar. Dövlət İmtahan Mərkəzində kriteriyaları mövcuddur və həmin kriteriyalara uyğun olaraq ballar elə hesablanır və o şərtlərə uyğun olaraq, bax, məsəl üçün 9-cu sinifin kriteriyaları burada detallı şəkildə verilmişdir. Məsəl üçün, qrammatikada bu kriteriyalarla tanış ola bilərsiniz, istəsəz kitabda falan və bu kriteriyalara uyğun olaraq ballarda hesablanacaqdır, əziz dostlar. Yəni, bütün bunlar hamısı nəzərə alınır. Yəni, sırf bir dəqiqə deyim ki, sizə yalnız şey nəzərə alınır. Yəni, bir dənə səhvini, bir dənə çox səhv elədin, yox, o nəzərə alınır, xeyr səhvdir. Əziz dostlar, indi gəlin qızım, istəyirsən burada yekunlaşaq, daha sonra sualını verərsən. Deməli, əziz dostlar, getdik. İndi sizə küçük bir-iki dənə məqamlar öyrədəcəyəm. Söz dəyişmələr. Okay. Söz dəyişmələr. Bunlar nə deməkdir, əziz dostlar? Baxın, bir çox tələbələrimizin ən çox etdiyi səhvlər nədir? Bir qrammatikada, bir də vocabulary ən çox etdiyi səhvlərdir tələbələrimizin. Və biz bunları yəni ən azından vocabulary, grammar hissi, bildiyiniz kimi grammar hissəsini biz aylarla keçilməli olan bir hissədir. Grammatikanı ilə hey dedim, grammatika keçmək. Əsas olsun ki, o qədər də bizim üçün, belə deyim, bir dəqiqə rahat ola biləcək bir şey deyildir. Yəni, deyim ki, grammarı burada başa salım, hamısını başa düşdünüz. Xeyr, elə bir şey əfsar olsun ki, yoxdur. Özünüz də bilirsiniz, hazırlıqlara da getmişsiniz. Amma vocabulary hissəsindən bir maraqlı sizə bir neçə dənə məqamı göstərəcəyim. Hansı ki, avtomatik olaraq siz bunları istifadə etsəniz, demək olar ki, lüğətinizdə artıq balında inkişaf baş verəcəkdir. Birincisi, biz cümləmizdə but istifadə edirik, elə deyilmi? But nədir? Halbuki deməkdir də, amma deməkdir. Amma ancaq lakin, elə deyilmi? Bəs bu but'ı nə ilə əvəz edə bilərik biz ingilis dilində? Bu but'ı, əziz dostlar, demirəm cümlənin hər yerində however ilə əvəz etməyə çalış. Gəlin, baxalım cümlə. Bir dənə cümlə nümunəsi verirəm. Deyirəm ki, I wanted to go outside, but
It was rainy, so I decided to stay in. Deməli, mən çölə getmək istərdim, amma hava yağışlı idi. Və beləliklə mən qərarı aldım ki, mən evdə qalım. Burada birincisi əvəz edə biləcəyimiz burada but'dır. Məsələn, but'ı götürürəm mən, əvəz edirəm however. However. Demirəm cümlənin hər yerində istifadə edə bilərsiniz, amma bir dəfə but istifadə etdinizsə, bir dəfə də however istifadə edin. I wanted to go outside, however it was rainy. Okey, əla. Sonra ikinci əvəz edəcəyimiz elə bu cümlədə özüdə olan so. So'nun yerinə uşaqlar istifadə edə biləcəyimiz bir çox söz vardır. Okey. Therefore. Okey. Daha sonra thus. Bu ikisi. Burada gəlin thus istifadə eləyək. Çox gözəl çıxır. Thus I decided to stay in. Deməli, bu iki dənə cümləni dəyişəndə, baxın. Bunun orijinal variantında aşağı bir daha yazıram. Gözləyin. Copy and paste. Gördüyünüz kimi. Şimdi, however nə ilə, bayaqki nə eləyir? But, thus'ı nə ilə əvəz edirik? Thus'ı sonra. Baxın, bu iki dənə variantdır. I wanted to go outside, however, it was rainy, thus I decided to stay. I wanted to go outside, but it was rainy, so I decided to stay. Yəni, ikisi də əslində cümlədir. İkisində də problem yoxdur. Amma birincisi daha gelişmiş ingilis dili olaraq səslənir. Başa düşə bilirsiniz nə demək istəyirəm burada? Sizin artıq ingilis dilinizin yaraşığı daha da artır. Elə bil. Başa düşə bilirsiniz? Burada but ola bilər. So'nun yerinə nə dedik? Therefore var. Thus vardır əziz dostlar. Bunlara nə deyirlər? Bunlara bağlayıcı deyirlər. Okay? Biz sonra then istifadə edə bilərik cümlələrimizdə. Əziz dostlar, yenə kimsə mikrofonla maraqlı anlar yaşayıb. Bizə saniyə mikrofonu bağlayın. Okay. Deməli, daha sonra əziz dostlar, then vardır bizdə. Then nə deməkdir? O zaman, elə deyilmi? O vaxtlar, deməli, daha sonra mənasında verə bilər. Then bağlayıcısını necə istifadə edəcəksiniz, məsələn? Then bağlayıcısını, əziz dostlar, istifadə edə bilərsiniz cümlələrinizdə, məsələn, belə bir halda. Gəlin, baxaq. Deyirəm ki, deməli, I saw somebody, deməli, in the street. He was just standing without doing anything. Then he started to walk slowly towards me. Mən deməli küçədə belə deyək, bunların nöqtələrlə də işarə edə bilərik. Yəni, bütün cümlələr olaraq nəzərə alaq. Deyir ki, mən küçədə bir kəsi gördüm. O sadəcə eləcə dayanmışdı. Sonra o mənə tərəf yavaşca gəlməyə başladı. Zombi filmlərinin atılışına bənzəyir elə. Baxın, bu gördüyünüz then bağlayıcısının istifadəsidir. Hərəkət ardıcılığını göstərmək üçün istifadə edə biləcəyiniz bir bağlayıcıdır. Məsəl üçün, bunu bayaqki esələrimizə qayıtsaq bizə gəlir. Bayaqki esələrimizə qayıtsaq bizə gəlir. Bizə saniyə. Buradan baxaq. Buradan baxaq. Okey. Bax, bu esələrə qayıtsaq, bu şəkildə esəmizin. Esse 1. Aha, məsələn, buna qayıtsaq, nə görürəm burada?
and Jane 10 years. Oo, bunu süni intellekt necə oxudu görəsən Sunday. The weather bright and full. Three friends decided to come. Okay, the house demək they played. Bizi saniyə deyəcəm harda bunu istifadə etmək olar deyək. Children's name is Alex, Jack and Jen. 11 years old. Alex. Okay. And Jane 10 years old. Okay, they played. Took many photos. After an hour suddenly bir saniye. Hə, burada after an hour kimi yazılıbdı. Tamam, belə də ola bilər. Bir problem yoxdur. Then suddenly it started to rain. Belə də deyə bilərdiniz əslində. Kimsə əlini qaldırdı deyəsən. Məryəm buyur. Bir saniyə qızım, mikrofonu açım. Tamam. Deməli bir saniyə. Aha, buyur qızım. Müəllim, mən şey deyəcəkdim. Mən də deyəcəkdim ki, essemi açım, yoxlayın, amma indi bildim ki, yəni sonra yoxlayacaqsınız. Hə, sonra yoxlayacağıq. Sağ olun. Buyurun, buyurun. Okay, əziz dostlar, bax, then orada istifadə edə bilər. Then suddenly it started to rain. Sonra qəflətən yağış yağmağa başladı. Then-i çox sevir bağlayıcı olaraq ümumiyyətcə esse yoxlayanlar və adətən, yəni düzgün hər yerdə yoxa, təkrarçılıqdan qaçırsınız. Və yaxşı qiymət verir. Bu bir, əziz dostlar. 9-cu sinif imtahanları üçün 9-cu sinif tələbələrinə aid tabi 11-lərə yox. Çox önəmli, başqa bir, ən önəmli məqamlardan biri, əziz dostlar. Bu arada gələn esse dərsimizdə punkt gedəcəm bu məsələləri. İndi biraz üzərindən keçirəm, yəni ən əsası bir dəqiqə hal-hazırda ümumi keçirəm. Sonra punkt araşdıracaq bu məsələləri. Punkt baxacaq, punkt düzəltməyə çalışacaq. Uşaqlar, ad vermək, Dədə Qorqud olacaqsınız, ad verəcəksiniz. Yəni, bu nə deməkdir? Yəni, esselərdə gördüyünüz şəkildəki insanlara ad verməli və onu hikayə olaraq danışmalısınız. Yəni, yox, götürdüm burada, there was a girl, there was a boy, she was very bright falan. Yox, okey. Ad verməlisiniz və ad verəndən sonra da pronoun istifadəsinə düzgün istifadə edilməz. Yəni, necə? Məsəl üçün, gəlin belə bir cümlə nümunəsində göstərim. Deyirəm ki, Alex was a very smart boy. Sonra, he wanted to become a teacher. Yazıqdır, olmasın. He wanted to become a teacher. Burada görürsünüz, birinci adını Alex-dən verirəm. Daha sonra he-lə verirəm. Sonra nə edirəm? Bir dənə diqqət edin. That's why, baxın, sonun yerinə istifadə edə biləcəyimiz bir dənəsi də vardır burada. That's why. Kimsə əlini qaldırdı, eşitdim, bir saniyə gözləyin. That's why. Yəni, məhz bu səbəbdən ifadəsidir. That's why, baxın, he mi deyəcək? Yox, gəlin bu səfər Alex deyək. Alex studied hard every day. Yəni, fikir verirsiniz keçidlərə. Ad, he keçidlərinə. Alex was a very smart boy. He wanted to become a teacher. That's why Alex studied hard every day. Gördüyünüz kimi keçidlər edərək, yəni nə adı çox təkrarlamış olursunuz, nə Alex'i çox təkrarlamış olursunuz. Okey. Leyla buyurun, vacibdirsə. Açmamışam mikrofonu gözləyim. Hə, buyurun. Müəllimə. Müəllim. Müəllim, bunu yazmaq lazımdır. Yox, qədəs. Yox, lazımdır. Video yazıda olacaqdır. Oradan istəsən keçirərsən. Sağ olun. Yaxşı. Okey. Davam edirik əziz dostlar. Bura qədər hər şey aydın oldu əziz dostlar. Problem yoxdur ki. İstifadə edə biləcəyiniz, hətta belə deyim, qrupa da ata bilərik biz bunları. Yəni sizə də göndərə bilərik. Bura qədər hər şey aydındır, ümidvaram. Sonra, əziz dostlar, gəlin indi bu izahları verdik, açıqlamaları verdik. Bugün yenə deyim, tanışlıq dərsidir. Ona görə biraz daha söhbətçil oldu dərsimiz.
İndi daha da davam edəcəyik gələcəkdə. İndi siz mənə deyin görün nəsə bir sualınız, istəyiniz, diləyiniz, arzunuz, niyyətiniz, çaydan, kofedən əlinizi qaldırın görün nəsə varsa deyin, soruşun. Biraz sonda da bağlanış söhbəti edək, sonra bağlayaq dərsimizi. Deməli, tam ilə buyurun. Müəllim, biz sizin dərs yəni 2 saat 14:00-da mən fikirləşirəm, yəni hesablamışam dərs vaxtı ilə üst-üstə düşür, yəni toqquşurlar. Yəni onları 10 dəqiqə, 20 dəqiqə bir qabağa çəkmək olar yoxsa? Qabaq Ən deməyə az nəzərə alın. Yəni 15:00. Məsələn 14:30 yəni və yaxud O biri 14:20 də dərslərim var, olar. qızım. O biri dərslərim var, üst-üstə düşür. Onsuz da belə baxanda may ayıdır da, iyun ayından tətilə buraxırsınız. Bütün yay boş olacaqsınız. Yayda qoşula bilərəm, amma yəni bu ərəfələrdə bilmirəm onlayn dərsim var və ki bizdə məktəb bağlanıb. Onda yəni Nə biraz deyə bilərəm? It's your problem actually. Unfortunately I cannot help that. Orada kömək edə bilməyəcəm. Çingiz buyur. Çingiz sual vermək. Mən 9-cu sinif imtahanında xəbəriniz var, şəkil düşəcək yoxsa 100 sözlük esse? Şəkil hələ ki nəzərdə tutulubdur. 100 sözlük esse haqqında danışılmayıbdır. Amma gələcəkdə 11-ci sinif üçün hələ ki 100 sözlük esse nəzərdə tutulubdur. 11-ci sinifdə tətbiq etməmiş heç vaxt 9-da tətbiq etməzlər. Narahat olma. Hələ ki 9-sansa əgər şəkilə hazırlaş. Okey. Sonra Süleyman Babayev. Mənim essedə 100 sözdən aşağıya bal verilir. 100 sözdən aşağı 2 ballıq baldan 1 bal verilir artıq. O da kifayət qədər bal itirmiş olursan. 100 sözü də necə deyim, yazmaq çox asandır, bir problem yoxdur. Yəni zaten əgər fikrini izah edə bilən bir insansansa 100 sözü rahat bir şəkildə yazacaqsan. Dediniz mənim 100 sözdən aşağıya 1 bal verilir. O 1 bal almaq üçün neçə sözdən yuxarı yazmalıyıq yoxsa? Onun üçün artıq dəqiq göstərilməyib idi. Ən azından fikir orada meyar necədir? Fikir ən azından yəni şəkildə gördüyün fikri izah edə biləcək və yaxud da sual verilən sualı izah edə biləcək bir fikir lazımdır. 3 dənə cümlə yazsan, 4 dənə cümlə yazsan eləyir də 100 söz. Niyə belə qorxusan 100 sözdə? Söz ingilis dilində təkcə şey deyil, ingilis dilində they artiklı, an artiklı, hamısı sözə sayılır. Ona görə narahat olma. Torun qardaşı Çınar Loki. Çınar. Mənim bir sualım var idi orada. Əsasən mən 9-a keçirəm. Əsasını yazmışam. Biz bir sözü bir dəfə də yazsaq, orada problem olacaq yoxsa yox? Yəni deməksən ki, təkrarçılıq nə qədər problem ola bilər? Əgər təkrarçılıq çox baş verirsə və söz çox sadə bir sözdürsə, ehtiyac olmadan təkrarçılıq baş verirsə, balından yeyiləcəkdir gözəl qızım. Amma əgər o çox vacib bir sözü artıq yazmaq məcburiyyətindəsənsə fikri izah etmək üçün, o balından götürülməyəcəkdir. Okay? Amma yəni bacardığın qədər təkrarçılığa yol verməməlisən, buna görə də sinonimlər lüğətini gücləndirməlisən. Sinonimlər lüğəti üzərində çox çalışın uşaqlar. Okay. Ramal Məmmədli. Müəllim, dərsdə çərşənbə və bazar günləri olacaq. Bəli, 3-cü və bazar günləri. Qrup açıqlamasında var. Ümumiyyətcə, başqa bir dəyişiklikdə qrup açıqlamasında veriləcəkdir. Hüseyin, if you have any important question to ask, please do so. If you are just trying to talk in English, just shut up. Müəllim, o da mənə aid olmasın, amma 9-cu yazılı və şəkilli esse nədir ki, yəni onların belə deyim, sən şəkilli esse verəcəksən 9-cu sinifdə. Sən birinci onun üzrə hazırlaşırsan. Çünki nəyə görə? Çünki 9-cu sinifdə şəkilli esselərdə, yəni 9-cu sinifdə sən şəklə baxacaqsan, şəklə uyğun olaraq öz fikrini izah edəcəksən ki, orada şəkildə nə baş verdiyini. Burada da gözəl lüğətlə, gözəl ifadələrlə eləməlisən. İçə boy, içə kət deməməlisən də. Yəni meyarları ödəməlisən ki, okey? Yaxşı müəllim. Sən hələ ki şəkilə fokuslan, o bir esse haqqında gələcəkdə danışacağıq. 11 sinifə keçəndə. Samaya buyursun. Müəllimə bir sualım daha var. 11-ci müəllim.
11-ci sinifdə 100 sözdən ibarət esse ilə yanaşı deyirlər ki, speaking-də olacaq. Bu həqiqətən olacaq yoxsa? Olsa əla olar. Rəsmi olaraq təsdiqlənməyib də olsa əla olar. Ciddi deyirəm. Artıq insanlar ingilis dilində robotik şəkildə deyil, əməli başda danışılan bir dil kimi öyrənsələr çox super olardı. Şəxsən mən dəstəkləyirəm bu fikri və gələcəkdə mütləq olacaqdır. Amma sizin neçənci sinifsən qızım? 8-ci sinifəm. Sən olana qədər ola bilər, onu deyim. Hər şey ola bilər yəni. Siz gələnə qədər ola bilər. Bir neçə ilə onu açıqlaya bilərlər. Yəni dünyada olan praktikadır. Yəni Rusiyada artıq illərdir var, digər şeylərdə artıq illərdir var. Sadəcə bizə hələ gəlib çatmayıb və bu da böyük ehtimalla gələcəkdə olacağını göstərir. Yəni böyük ehtimalla hamı indidən, yəni 8, 7, 6 hamı danışır, öyrənsə çox yaxşı olar. Çünki yəni sonra surprise demək yəni biraz pis olar. Günay buyur. Günay. Müəllim, bizim başqa dərsimiz başlayır. Dərs nə vaxt bitəcək? See you next time then. Sağollaşırıq gözəl qızım. Çıxa bilərsən, narahat olma. Çox sağ olun müəllim. Həqiqətən proqramlar da çox qəşəngdir. İzah eləməyinizdə. Çox sağ ol gözəl qızım. Çox sağ ol. Bəyəndiyinə sevindim. Əli Hümbətli buyursun. Amma bizim də dərsimiz nə vaxt olacaq? 3-cü gün. 3-cü gün saat 10-da. Leyla Çarpanova sonuncu. Müəllim, siz ev tapşırığını verirsiniz? Heç nə hələ ki bu dərs. Elnara Tomiyeva. Müəllim, mən çıxa bilərəm. Bəli, əlbəttə istəyən çıxa bilər uşaqlar, hamımıza aiddir. Roberto Beckham. Mən olar ki 3-cü gün 15:00 olsun. Xeyr, onda dərsim var. Ona görə alınmayacaq. Sonra Nərgiz Abdullayeva. Salam müəllim. Mən 9-cu sinif imtahanında 4.5 bal vermişdilər estimə. İndi sizə vaxt olsun 4.5 bal vermişdilər. Aha, maraqlı da at görək. Var indi bir dəqiqə etsin. Yanındadır. Bəli, hal-hazırda əlimdə var. İndi siz atsan baxa bilərsiniz. Aha, atdın, laf gözəl. Sənin nömrənin sonu neçədir qızım? Bir dəqiqə hal-hazırda mənim WhatsApp-ıma sel gəlibdi. Sənin nömrənin sonluğu neçədir? Müəllim, 42-67. 42-67. İndi atıram müəllim. Bir dəqiqə gözləyirəm. Mənim WhatsApp-ıma sel gəlib gözəl qızım. Tapamıram səni. Müəllim, hələ indi atıram müəllim. Hə, indi atsan gözəl qızım. At görək, at baxaq. Okey, digər uşaqlardan. Ay Leyla, nə oldu? Nə qədər sual verdin? Buyur. Müəllim, bəs bizim dərsimiz saat neçə kim çəkəcək? Qızım, çıxa bilərsən ki, dərs bitibdir demək olar ki, sual cavab verin. Okey, uşaqlar, gəlin maraqlıdır bir dənə bunu yoxlayaq. Deməli, şəkil. Şəkil 2. Bir dəqiqə bunu yoxlayaq, görək maraqlıdır, neçə verəcəkdir. Şəkil Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmən verilib, eləmi? Rəsmən yuxarı bal verilmiş bir, okey. Nə də yaraşıqlıdır. Ay, hələ bu nə qəşəng xətti var belə. Gözləyin görək. Ay, nə qəşəng xəttim var. Ciddi deyirəm, xoşuma gəldi xətt. Showing the files. Saniyə, bunda adını dəyişdir. Yəni, bu axırıncıdır da, yaxşı. Buradan filesdən götürərəm. Gəlin uşaqlar, bunu da yoxlayaq. Sonuncu səfər görək nə deyəcəkdir. Deməli, remove. Deməli, getdik. Şəkil 2. Buna əlavə edirik. Buydu da. Belə deyilmi? Düz. Hə, şəkil 2. Şəkil budur. Bir də handwriting-də. Handwriting-də burada. Pictures. Screenshot. Just a moment. This one. 9-cu sinif imtahan edilə deyilmi qızım? Bəli. Let us go. Okay, I'm also very interested. Professor Snape is reviewing your manuscript. Manuscript əliası deməkdir, əziz dostlar.
No, Harry Potter'dan timler var. Chamber of Secrets. Sırlar Odası. Müəllim, Haydi. o Guli Guli Ram Zam Zam deyil o, siz aldığınız. Yes, you're right. Mənə də mahnı xoşuma gəlir, uşaqdır olsa. Okay, my dear friend, when you speak in Azerbaijan language, it's just very weird. As if Google Hamı translated. mənə deyir. Yes, as if Google translated tries to speak in Azerbaijan language, you know. Just it doesn't suit you. Just a moment. Oh my God, Professor Snape thought a lot about it. Let's see if he can finish it. Arkada əziz olsa çox güclü şeylər işləyir. Nə deyirdilər onun adına? Süni intellekt modeli işləyir və hətta yəni kifayət qədər də ödəniş ödəyirəm hər bir essenin yoxlanılması üçün tələbələrimizdən və Azərbaycanda bu sistem demək olar ki, yalnız demək olar ki, yox, haqqı yalnız məndə, çünki özüm tasarlamışam, özüm yığmışam. Yəni source kodu heç kimdə yox. Oyda nə yaman fikirləşdin, cənab Snape, ha? Açdı. 4 verdi Mənim bir gözəl. sual versənlər. Buyur. Bir sonra verirəm, siz yoxlayın, vacib deyil. Aha, 4 verdi. 4,5 yerinə 4 verdi. Yəni gördüyünüz kimi bu hardasa 0,5 aşağı götürür qiymətləri. Bu çox gözəl, çox gözəl. Yəqin ki, lüğətdən 1 bal. Orada lüğəti tam götürüblər. Bu lüğətdən 0,5 kəsibdir. Sırf ona görə. Çünki yenə deyirəm, lüğətin çox zəngin olmasını bu gözləyir. Elə kodlamışam və tələbələrimə də xüsusi sinonimlər lüğəti öyrədirəm ki, yəni çox super belə deyim, şeylər olsun, belə də qəşəng görsənsin lüğətləri. Okay. Və bunun göstərdiyi səhvlər arasında deyirəm, one day Kate and her family decided to go to the picnic. Okay. The picnic yox. Decided to go to picnic. They had a lot of plans. They started to make a basket which includes some fruit and water. Then bu qəşəngdir bax. Fruit and water includes. Which includes. Okay. Which includes olmur. Oturmur. Which includes. But then görürsüz uşaqlar, burada dediyim kimi then'in istifadəsi. Then the family went to the outside. Today yox, eləcə went outside. But they noticed something. The basket was lost ola bilərdi. Və yaxud da they lost the basket ola bilərdi. After that, they looked everywhere, but they couldn't find it. Finally, the grandparents came with the basket olmalıydı. The article. Çünki artıq haqqında söhbət gedibdi. The article yoxdur. Kate and her family were happy about it. Yenə də deyirəm uşaqlar, burada öz dərslərimizdə, yəni belə deyim, inşallah abituriyent dərslərimiz də sentyabrdan başlayacaqdır. Orada tələbə sayımız da qruplar üzrə bölünəcəyi üçün və qruplar üzərində fokus olacağı üçün burada dənə-dənə hamısı izah veriləcəkdir. Burada biraz daha üzərindən keçirik əlbəttə ki. Burada da bütün səhvlərini, bax, qrammatik səhvlərini burada da izah edibdir. Deməli, nə deyir? This is where your careless nature reveals itself. I expect a basic grasp of tense and sentence structure. First, you wrote which includes, while the rest of your story is in the past tense. Bütün cümlən başdan ayağa keçmiş zamanda olduğu vaxtda sən which includes deyibsən. Which included, started to make a basket, which included olmalıydı. Okay, this is a tense mismatch and must be included. Second, went to the outside yox, went outside olacaqdı. Is grammatically absurd. Goes outside. Third, the basket lost is a foolish error. Basket do not lose themselves. It must be the basket was lost dediyim kimi. Bunu göstərir. Finally, came with the basket olmalıydı. Ignores the existence of the article. You must write with a basket yox, with the basket və yaxud da with a basket. İndi bax, şəklə həmin basket idisə a basket, həmin basket isə the basket, həmin basket deyilsə with the basket olmalıydı. Half of a point is deducted for relying on such flawless, clumsy grammar. Okay, kimsə əlini qaldırdı deyəsən. Did anybody? No? Nobody. Okay. My dear friends, now let's see you next time, okay? See you next time. Take care of yourself. And inshallah, we are going to have a wonderful summer together, okay? See you next time.
Bye bye. Bye bye. Sağ olun müəllim. Goodbye. Goodbye. Bye teacher. Say bye. Goodbye. Bye bye. Bye bye. 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 Goodbye. And call for everybody.